Bədənuhu minhu fi ta'ab. Bədəni, canı özü tərəfindən daim çətinlikdədir. Yəni öz canını daim zəhmətə salar. Nəinki başqalarını zəhmətə salar, əziyyətə salar, özü rahatçılıq içindədir. Bu çox mühüm məsələdir. Mömin o şəxsdir ki, daim özünü işə verər, özünü əziyyətə salar. Öz bədəninə həddindən artıq istirahət verməz. Bu ibadət sahəsinə də aid ola bilər. Məsələn, namazlarını qılır, hətta qəza namazlarını da qılır, hətta müstəhəb namazlarını da qılır, orucunu tutur. Yəni çalışır canını əziyyətə salsın. Çalışmır canını rahatçılıqla yola versin. Və yaxud da ictimai ya şəxsi vəzifələrini icra eləməkdə hamıdan çox çalışmağa çalışar. Hamıdan çox zəhmət çəkməyə çalışar. Hamıdan çox özünü əziyyətə salar. Bu möminin xüsusiyyətlərindəndir. Amma ardınca hədis buyurur ki, وَالنَّاسُ مِنْهُ فِي رَاحَةٍ. İnsanlar isə ondan rahatdılar. Yəni özünü zəhmətə salır, əziyyətə salır, amma insanları zəhmətə salmır. Əksinə insanlar ondan həmişə asayişdədirlər, rahatçılıqdadılar. Yəni insanlar üçün dərdisər çıxartmır. Çox mühüm məsələlərdən.